Peki. Salam əziz şagirdlər. Bu gün sizlərlə Namazov qiymətləndirmə testindən kiçik summativ qiymətləndirmə 7-nin A variantının izahlarına baxacağıq. Birinci sualdan başlayaq. 8 kilometr 432 metr çıxılsın x bərabərdir 6983 metr bərabərliyindən x-i tapın. Bu tənliyi həll etmək üçün ilk olaraq uzunluq vahidlərini bərabərləşdirməliyik. Yəni kilometri ya kilometrləri metrlə ifadə etməliyik, ya da metrləri kilometrlə ifadə etməliyik. Gəlin kilometri metrə çevirək. 8 kilometri metrə çevirməliyik. Bunun üçün də biz 1 kilometrin neçə metr olduğunu bilməliyik. Bundan əvvəl kanalımda qısa bir video var uzunluq vahidləri ilə bağlı. Uzunluq vahidlərini daha asan öyrənmək üçün solal qaydası var. O videoya baxsaz uzunluq vahidlərini daha asan şəkildə öyrənə bilərsiniz. 8 kilometr neçə metrdir? 1 kilometr 1000 metrdir. 1 kilometr 1000 metrdirsə, deməli 8 kilometri tapmaq üçün biz 8-i 1000-ə vurmalıyıq. Yəni 8 kilometr bərabərdir 8000 metrə. Daha sonra 8000 metr və 432 metr. 8000 metr 432 metr bərabərdir 8432 metrə. Yəni bunları cəmləyirik. Yazırıq ki 8432 metr. Səkkiz kilometr 432 metr bərabər oldu 8432 metrə. Daha sonra bu ifadənin yerinə yazsaq 8432 metr çıxılsın x bərabərdir 6983 metrə. Bu tənliyi həll edib burada məchulu, yəni x-i tapa bilərik. Tənliyi həll etmək üçün də bilirsiniz ki, dəyişənlər bərabərliyin bir tərəfinə, ədədlər isə digər tərəfinə keçir. Və əgər bir tərəfdən digər tərəfə dəyişən və yaxud da ədədi keçiririksə, bu zaman işarəni əksinə olaraq dəyişirik. Mənfi x olduğu kimi qalır, çünki x bərabərlikdən sol tərəfdədir. Sol tərəfdə də qaldığı üçün işarəni dəyişmir. 6983 bərabərlikdən sağ tərəfdədir. Sağ tərəfdə olduğuna görə də sağ tərəfdə də qalır və işarəni dəyişmir. Amma 8432 soldan sağa keçdiyi üçün işarə dəyişir, olur çıxılsın 8432. Mənfi x bərabərdir. Buradan alırıq ki, mənfi x bərabərdir. Mənfi 1449 metr. X də bərabərdir. Mənfi 1449-u mənfi 1-ə bölürük, alınır 1449 metr. Cavab C variantı. 2 nömrəli tapşırığa baxaq. 1 kvadrat desimetrin 5də 4 hissəsi ilə 66 kvadrat santimetrin fərqi neçə kvadrat santimetrdir? Burada sahə vahidlərindən istifadə olunub. Kvadrat desimetr və kvadrat santimetr. Cavabı da bizdən kvadrat santimetrlə istəyir. Ona görə də kvadrat desimetri kvadrat santimetrə çevirək. Bunun üçün də biz uzunluq vahidlərini bilməliyik. Uzunluq vahidlərindən 1 desimetr neçə santimetrdir? 1 desimetr 10 santimetrdir. 1 desimetr 10 santimetr olduğuna görə də 1 kvadrat desimetr də onun kvadratı, yəni 100 kvadrat santimetr olur. 1 kvadrat desimetr bərabər olur 100 kvadrat santimetrə. Daha sonra 1 kvadrat desimetrin, yəni 100 kvadrat santimetrin 5də 4 hissəsini tapmalıyıq. 100-ün 5də 4 hissəsi. 100-ün 5də 4 hissəsini tapmaq üçün də biz ədədin hissəsinin tapılması qaydasını bilməliyik. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vururuq. Yəni 100-ü vururuq 5də 4-ə. Ədədi də kəsrə vurmaq üçün ədədi kəsrin sürətinə vururuq. Yəni məxrəc qalır 5, sürətdə olur 100, vurulsun 4. 5 ilə 100 ixtisar gedir, 5 5-ə bir dəfə, 100 5-ə 20 dəfə. Sürətdə qalır 5, 20 vur 4, yəni 80. Məxrəcdə də qalır 1. 80-i də 1-ə böləndə alınır 80. Cavab oldu 80 kvadrat daha doğrusu kvadrat santimetr. Çünki artıq biz 1 kvadrat desimetri santimetrə çevirmişik. 80 kvadrat santimetr.
Deyir ki, 80 kvadrat santimetr ilə 66 kvadrat santimetrin fərqi neçə kvadrat santimetrdir? 80 kvadrat santimetrdən 66 kvadrat santimetri çıxırıq. Qalır 14 kvadrat santimetr. Cavab D variantı. 3 nömrəli tapşırığa baxaq. 0,8 kvadrat desimetrin 8də 5 hissəsi 400 kvadrat santimetrdən neçə dəfə kiçikdir? Burada da saha vahidləri, müxtəlif saha vahidləri verilib. Kvadrat desimetr və kvadrat santimetr. Biz bunları eyniləşdirməliyik. Hər ikisini kvadrat santimetr ilə ifadə edək. Yəni, kvadrat desimetri də kvadrat santimetrə çevirək. 1 kvadrat desimetr 100 kvadrat santimetrdir. İkinci sualda da bunu qeyd etmişdim. Uzunluq vahidlərini bilməliyik ki, saha vahidlərini bilək. 1 desimetr 10 santimetrdir. Buna görə də 1 kvadrat desimetr də onun kvadratı, yəni 100 kvadrat santimetr olur. 0,8 kvadrat desimetrdə tapmaq üçün biz 0,8-i 100-ə vurmalıyıq. 0,8 kvadrat desimetr bərabərdir 80 kvadrat santimetrə. 0,8-i 100-ə vuranda 80 edir. Çünki 100-ə neçə sıfır var? 2 sıfır var və biz də vergülü sıfırların sayı qədər sağa sürüşdürürük. Çünki vururuq. Vuranda vergül sağa, böləndə isə sola gedir. 2 vahid sağa gedir və alınır 80. Daha sonra 80 kvadrat santimetrin 8də 5 hissəsini tapırıq. Ədədin hissəsini tapırıq. Bunun üstündə ədədi hissə göstərən kəsrə vururuq. 80-i vururuq 8də 5-ə alınır. 8 və 80 ixtisar gedir. 8 8-ə 1 dəfə, 80 8-ə 10 dəfə. Sürətdə qalır 10 vur 5, yəni 50. Məxrəcdə də 1. 50-ni də 1-ə böləndə alınır 50 kvadrat santimetr. Daha sonra 50 kvadrat santimetr 400 kvadrat santimetrdən neçə dəfə kiçik olduğunu tapmalıyıq. Bunun üstündə 400 kvadrat santimetri 50 kvadrat santimetrə bölürük. 400 kvadrat santimetri bölürük 50 kvadrat santimetrə. Alınır 8 kvadrat santimetr. Cavab C variantı. 4 nömrəli tapşırığa baxaq. Tərəfi 1,6 metr olan kvadratın sahəsinin 8də 5 hissəsi neçə kvadrat santimetrdir? Kvadratın tərəfini metrlə verib, amma bizdən cavabı kvadrat santimetrlə soruşur. Biz buna görə də metri santimetrə çevirək. 1 metr 100 santimetrdir. 1,6 metrin də neçə santimetr olduğunu bilmək üçün 100-ə vurmalıyıq. Yəni 1,6-nı 100-ə vurmalıyıq. 1,6-nı 100-ə vuran zaman vergül sıfırların sayı qədər, yəni 2 vahid sağa gedir, alınır 160 santimetr. Kvadratın tərəfini tapdıq 160 santimetr. İndi bu kvadratın sahəsini tapırıq. Kvadratın sahəsi S bərabərdir A kvadrat düsturu ilə hesablanır. A kvadratın tərəfidir. Kvadratın tərəfi 160 santimetrdirsə sahəsi 160-ın kvadratı olur. Yəni 25600. 25600 kvadrat santimetr. Kvadratın sahəsini tapdıq. Kvadratın sahəsinin 8də 5 hissəsi bizdən soruşulur. 25600-ün 8də 5 hissəsini tapırıq. 25600-ün 8də 5 hissəsini tapmaq üçün də biz ədədin hissəsinin tapılması qaydasını bilməliyik. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vururuq. Yəni 25600-ü 8də 5-ə vururuq. Ədədi kəsrə vuran zamanda ədəd kəsrinin sürətinə vurulur. Yəni sürətdə yazırıq 25600 vur 5. Məxrəcdə olduğu kimi qalır 8. Burada 8 ilə 25600 ixtisar gedir. 8 8-ə 1 dəfə, 25608-ə 3200 dəfə. Sürətdə qalır 3200 vur 5. 3200-ü də 5-ə vuranda alınır 16000. 16000.
Məxrəcdə də 1 qalıb. 16.000-i də 1-ə böləndə alınır 16.000 kvadrat santimetr. Cavab A variantı. 5 nömrəli tapşırığa baxaq. 1,2 kub metrin 80% neçə litrdir? Gördüyünüz kimi bizdən cavabı litr ilə soruşur. Ona görə də biz kub metri litrə çevirməliyik. Biz bilirik ki 1 kub desimetr 1 litrə bərabərdir. 1 kub desimetr bərabərdir 1 litrə. Bundan istifadə edərək biz kub metri litrə çevirə bilərik. İlk olaraq 1,2 kub metri kub desimetr ilə ifadə edək. Biz bilirik ki 1 metr 10 desimetrdir. 1 metr 10 desimetr olduğu üçün deyə bilərik ki 1 kub metrdə onun kubu, yəni 1000 kub desimetrə bərabərdir. 1 kub metr 1000 kub desimetrə bərabərdir. 1,2 kub metr neçə kub desimetrə bərabərdir? Bunu tapmaq üçün 1,2-ni 1000-ə vurmalıyıq. 1,2 kub metr bərabərdir. 1,2-ni də 1000-ə vuranda alırıq 1200. 1200 kub desimetr. Daha sonra 1200 kub desimetri də litrə çeviririk. 1 kub desimetr 1 litr olduğu üçün 1200 kub desimetrdə 1200 litrə bərabər olar. Bərabərdir 1200 litr. Beləliklə biz 1,2 kub metri litr ilə ifadə etdik. 1,2 kub metr bərabər olur 1200 litrə. Daha sonra 1200 litrin 80%-ni tapmalıyıq. Bunun üçün ədədin faizinin tapılması qaydasından istifadə edirik. Ədədin faizini tapan zaman ədədi faizə vurub 100-ə bölürük. Yəni 1200-ü vururuq 80%-ə, bölürük 100-ə. Burada ixtisarlar gedir. 100 100-ə bir dəfə, 1200 100-ə 12 dəfə. Sürətdə qalır 12 vurulsun 80. 12-ni də 80-ə vuranda 960. 960 litr. Cavab B variantı. 6 nömrəli tapşırığa baxaq. 0,3 kub metr suyun 1/6 hissəsi 5 litrlik qablara boşaldıldı. Neçə qab lazım oldu? Biz tapmalıyıq ki, neçə litr su qablara boşaldılıb. Bilirik ki 0,3 kub metr suyun 1/6 hissəsi 5 litrlik qablara boşaldılıb. Biz kub metri ilk olaraq litr ilə ifadə edək. Litr ilə ifadə etdikdən sonra onun 1/6 hissəsini tapıb neçə litr su qablara töküldüyünü tapa bilərik. 0,3 kub metri litrə çevirək. Bilirik ki 1 kub metr 1000 litrə bərabərdir. Bundan qabaqki sualda da bunun hardan gəldiyini izah etmişdim. 1 kub metr 1000 litrə bərabərdir. Ona görə də 0,3 kub metr neçə litr olar? 0,3-ü vururuq 1000-ə, alınır 300 litr. Deməli bizdə ümumilikdə 300 litr su var və bu suyun 1/6 hissəsi boşaldılıb. 300-ün 1/6 hissəsini tapırıq. Ədədin hissəsini tapırıq. Ədədi hissə göstərən kəsrə vururuq. 1/6-ə. 6 ilə 300 ixtisar gedir. 6 6-ya bir dəfə, 306-ya 50 dəfə. Deməli 50 litr su qablara boşaldılıb. Ümumilikdə 50 litr su qablara boşaldılıb və hər bir qabda 5 litr tutur. Hər bir qabın həcmi 5 litrdir. Bəs bizə neçə qab lazımdır? Bunun üçün biz 50 litri 5 litrə bölürük. 50-ni bölürük 5-ə, alınır 10. Deməli bizə 10 qab lazım imiş. Cavab D variantı. 7 nömrəli tapşırığa baxaq. 72 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin neçə faizini təşkil edir? Sualın şərtində səhvlik var. Dairənin neçə faizini yox, dairənin hansı hissəsini təşkil edir olmalıydı. 72 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin hansı hissəsini təşkil edir?
Belə olmalı idi. Dairə 360 dərəcədir. 72 dərəcəli mərkəzi bucağa uyğun sektorda bunun hansı hissəsini təşkil edir? Onu tapmaq üçün biz bir ədəd digərinin hansı hissəsini təşkil edir? Bu qaydanı bilməliyik. Bir ədəd digərinin hansı hissəsini təşkil edir? Bunu necə tapırıq? Birinci ədədi ikinci ədədə bölürük. 72-ni bölürük 360-a. Burada ixtisarlar aparırıq. 72 ilə 360 ixtisar gedir. 72 72-yə 1 dəfə, 360 72-yə 5 dəfə. Qalır 5-də 1. Deməli 72 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin 5-də 1 hissəsini təşkil edir. Cavab A variantı. 8 nömrəli tapşırığa baxaq. Radiusu 26 desimetr olan dairənin sahəsinin 75%-ni tapın. Dairənin sahəsi S bərabərdir. Pi r kvadrat düsturu ilə tapılır. Pi r kvadrat. Dairənin radiusunu bilirik. Yerinə qoyub həmin dairənin sahəsini tapaq. Bərabərdir. Pi vurulsun 26-nın kvadratı. Bu da bərabərdir 676 pi. Daha sonra bizdən sahənin 75%-ni istəyir. Yəni 676 pinin 75%-ni tapmalıyıq. Bunun üçün də ədədin faizinin tapılması qaydasını bilməliyik. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Yəni 676 pini 75%-ə vurub 100-ə bölürük. Burada 75 ilə 100 ixtisar gedir. 75 25-ə 3 dəfə, 125-ə 4 dəfə. 4 ilə də 676 ixtisar gedir. 4 4-ə 1 dəfə, 676 4-ə 169 dəfə. Daha sonra sürətdə qalır 169 vur 3. Məxrəcdə də qalır 1. Bu da bərabərdir 1-də 507. Cavab oldu 507 böl 1, yəni 507 pi. Pi də qalmışdı. 507 pi. Cavab B variantı. 9 nömrəli tapşırığa baxaq. Dairənin sahəsi 128 kvadrat santimetrdir. Rənglənmiş hissələrin sahələri cəmi neçə kvadrat santimetrdir? Dairə ümumilikdə 128 kvadrat santimetrdir və 8 hissəyə bölünüb. 8 hissədən də 3 hissəsi rənglənib. Deməli, dairənin 8-də 3 hissəsi rənglənib. Bəs bu rənglənmiş hissələrin sahələri cəmi neçə kvadrat santimetrdir? Onu tapmalıyıq. 100 ümumilikdə dairənin sahəsi 128 kvadrat santimetrdir. Onda 8-də 3 hissəsi rənglənib. Biz bu rənglənmiş hissələrin sahələri cəmini tapmaq üçün 128-in 8-də 3 hissəsini tapmalıyıq. Bu da ədədin hissəsinin tapılmasıdır. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vururuq. Yəni 128-i 8-də 3-ə vururuq. Ədədi də kəsrə vurmaq üçün ədədi kəsrin sürətinə vururuq. 128 vur 3 böl 8. 8 ilə 128 ixtisar gedir. 8 8-ə 1 dəfə, 128 8-ə 16 dəfə. Sürətdə qalır 16 vur 3. Yəni 48, məxrəcdə qalır 1. 48 böl 1, yəni 48 kvadrat santimetr. 10 nömrəli tapşırığa baxaq. Tərəfi 6 cm olan kvadratın daxilinə dairə çəkilmişdir. Rənglənmiş hissənin sahəsini tapın. Şəklə diqqət yetirək ki, rənglənmiş hissənin sahəsini tapmaq üçün biz burada kvadratın sahəsindən dairənin sahəsini çıxmalıyıq. Kvadratın sahəsindən dairənin sahəsini çıxdıqda rənglənmiş hissənin sahəsini tapmış olarıq. İlk olaraq kvadratın sahəsini tapaq. Kvadratın sahəsinin düsturu S bərabərdir A kvadratdır. A da kvadratın tərəfidir. Kvadratın tərəfi 6 cm olduğundan olur 6-nın kvadratı, yəni 6 vur 6 bərabərdir 36. Kvadratın 36 kvadrat santimetr. Kvadratın sahəsini tapdıq. Kvadratın sahəsini tapdıqdan sonra biz dairənin sahəsini tapmalıyıq. Dairənin sahəsi düsturu S bərabərdir pi r kvadrat. Burada biz radiusu tapmalıyıq. Radiusu necə tapırıq? Görürük ki, bu dairə
Deməli, kvadratın daxilinə çəkilib. Və kvadratın tərəfi də 6 olduğuna görə bu dairənin diametri də aydın görünür ki, 6 santimetrdir. Dairənin diametri 6 santimetrdirsə, yəni D bərabərdir 6-dır. Bu zaman R nəyə bərabər olar? R bərabər olur 3-ə. Çünki diametr bərabərdir 2R-ə. 2R əgər 6 santimetrdirsə, radius da 3 santimetr olur. Radiusu 3 tapdıq. Pi-nin də təqribi qiyməti bizə verilib. Yerinə qoyaq. Pi 3-dür, radius da 3-dür. Pi vurulsun, yəni 3 vurulsun, R-in kvadratı, yəni 3-ün kvadratı. Bu da bərabər olur 3 vur 9, yəni 27 kvadrat santimetr. Daha sonra nə edirik? Daha sonra biz kvadratın sahəsindən dairənin sahəsini çıxırıq. Yəni 36-dan 27-ni çıxırıq. Qalır burada 9 kvadrat santimetr. 11 nömrəli tapşırığa baxaq. Silindrin oturacağının radiusu 5 cm, hündürlüyü isə 8 cm-dir. Silindrin tam səthinin sahəsini tapın. Biz əgər silindrin açılışına baxsaq, görərik ki, silindrin açılışı 2 dənə dairədən, yəni oturacaqlardakı dairədən və bir düzbucaqlıdan ibarətdir. Biz tam səthin sahəsini tapmaq üçün bu dairələrin sahəsini tapmalıyıq və bir də düzbucaqlının sahəsini tapmalıyıq. Daha sonra bunları toplamalıyıq. Gəlin dairələrin sahəsindən başlayaq. Deməli, əgər oturacağın radiusu 5 cm-dirsə, oturacaqlar da dairələrdə axı. Biz radiusu 5 cm olan dairənin radiusunu tapmalıyıq. Dairənin radiusunun düsturu S bərabərdir pi r kvadrat düsturudur. S bərabərdir pi r kvadrat. Radius 5 cm-dirsə, deməli, bu zaman dairənin sahəsi nəyə bərabər olur? Pi vurulsun 5-in kvadratı, yəni 25. Dairənin sahəsi oldu 25 pi. Amma bu dairədən 2 dənə var. Yəni 2 dənə oturacaq var. Ona görə də 2-yə vururuq. 2 vurulsun 25 pi. Bu da bərabərdir 50 pi-yə. Deməli, dairələrin sahələrini tapdıq. 50 pi. Daha sonra bizə qalan bircə qalıb ki, nəyin sahəsini tapaq? Düzbucaqlının sahəsini tapaq. Bu düzbucaqlı, açılışdakı düzbucaqlı, bu düzbucaqlının eni, diqqət yetirsəz, bu düzbucaqlının eni elə silindrin hündürlüyünə bərabərdir. Amma uzunluğu isə, silindrin oturacağındakı çevrənin uzunluğuna bərabərdir. Uzunluq oturacaqdakı çevrənin uzunluğuna bərabərdir. Bunun üçün biz çevrənin uzunluğunu tapmalıyıq ki, həmin düzbucaqlının uzunluğunu tapmış olaq. Çevrənin uzunluğu düsturu C bərabərdir 2 pi r düsturudur. 2 pi r. Radiusun qiymətini yerinə qoyuruq. 2 vur pi vur 5. Buradan da alırıq ki 10 pi. Deməli, bu çevrənin uzunluğunu 10 pi tapdıq. Çevrənin uzunluğu da silindrin açılışındakı düzbucaqlının uzunluğuna bərabərdir. Düzbucaqlının uzunluğu 10 pidir. Eni də hündürlükdür, yəni 8-dir. Bu zaman biz düzbucaqlının sahəsini tapmaq üçün bilirik ki, eni uzunluğa vururuq. Yəni 10 pini vururuq, 8-i alınır buradan. 80 pi. 80 pi uzunluğu, deməli, biz nə almışdıq? Biz oturacaqdakı dairələrin sahələrini almışdıq. 50 pi. Daha sonra yan tərəfinin, yəni ki, bu düzbucaqlının sahəsini 80 pi aldıq. İndi gəlin bunları cəmləyək, tam səthinin sahəsini tapaq. 80 pi üstə gəl 50 pi alınır 130 pi. Cavab A variantı. 12 nömrəli tapşırığa baxaq. Silindrin həcmi 8,4 kub metr, oturacağının sahəsi 4 kvadrat metr olarsa, hündürlüyü tapın. Silindrin həcminin düsturunu bilməliyik. Silindrin həcminin düsturu V bərabərdir. Oturacağın sahəsi vurulsun hündürlük. Belə olur. Yəni S oturacaq vurulsun H-a bərabər olur.
Bizə burada nə verilib? Silindrin həcmi verilib 8,4 kub metr, oturacağın sahəsi verilib 4 kvadrat metr və hündürlüyü soruşur. Verilənləri düsturda yerinə qoyuruq. Həcm 8,4. Həcmin yerinə yazırıq 8,4 kub metr. Oturacağın sahəsi 4 kvadrat metr və bizdən nəyi soruşur? Hündürlüyü soruşur. Hündürlüyü bilmədiyimiz üçün h yazırıq yerinə. H-ı tapmaq üçün də nə etməliyik? 8,4-ü 4-ə bölməliyik. 8,4 kub metri 4 kvadrat metrə bölməliyik. Burada da qalır 2,1 metr. Deməli, bu silindrin hündürlüyünü tapdıq. 2,1 metr, cavab da B variantı. 13 nömrəli tapşırığa baxaq. Oturacağının radiusu 8 cm, hündürlüyü 15 cm olan silindrin həcminin 0,4 hissəsini tapın. Biz silindrin həcmini tapmalıyıq. Həcmini tapandan sonra da həcminin 0,4 hissəsini tapmalıyıq. Silindrin həcmi düsturu nə idi? V bərabərdir. Oturacağın sahəsi, yəni S oturacaq vurulsun hündürlük. H. Oturacağın sahəsini bilmirik, amma hündürlüyü bilirik. Bizə oturacağın sahəsi lazımdır. Oturacağın sahəsi. Silindrin oturacağı hansı figurdur? Silindrin oturacağı dairədir. Dairənin sahəsi üçün də düstur var. S bərabərdir pi r kvadrat. Burada biz bu radiusu bilirik. Radius 8 cm-dir. Yerinə qoyuruq. Pi vurulsun 8-in kvadratı, yəni 64. Bu deyilir 64 pi. Biz dairənin sahəsini tapdıq, yəni oturacağın sahəsini tapdıq. Oturacağın sahəsi 64 pidir, hündürlük də 15-dir. Yerinə qoyuruq. V bərabərdir 64 pi vurulsun 15 santimetr. Bu da 960 pi kub santimetr edir. 960 pi kub santimetr. Daha sonra biz bu həcmi tapdıq. Həcmin 0,4 hissəsini tapmalıyıq. Həcmin 0,4 hissəsini tapmaq üçün biz ədədin hissəsinin tapılması qaydasını bilməliyik. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vururuq. Yəni 960-ı vurmalıyıq 10-da 4-ə. 960-ı 10-da 4-ə vuranda ədədi kəsrə vuranda ədədi kəsrin sürətinə vururuq. Yəni olur 10-da 960 vurulsun 4. Burada 10 ilə 960 iqtisar gedir. 10 ona bir dəfə, 960 da 10-a 96 dəfə. Sürətdə qalır 96 vur 4. Məxrəcdə qalır 1. 96-nı da 4-ə vuranda alınır 384. 1-ə böləndə edir 384. Cavab oldu 384 pi kub santimetr. D variantı. 14 nömrəli tapşırıq ilə davam edək. Radiuslu dairələr üçün uyğunluğu müəyyən edin. Deməli, radiusu 6, 4, 8 olan dairələrin sahələrini tapmalıyıq və uyğunluğu müəyyən etməliyik. Birdən başlayaq. Radiusu 6 olan dairənin sahəsini tapaq. Dairənin sahəsi düsturu S bərabərdir pi r kvadratdır. S bərabərdir pi r kvadrat. R bizə 6 verib. Yerinə qoyuruq. Bərabərdir pi vurulsun 6-nın kvadratı, yəni 36 pi. Cavab oldu B variantı. 1-ə B variantı uyğun gedir. Daha sonra C variantını yoxlayaq. Dairənin sahəsinin 75% 7,2 pidir. Yəni 36 pinin 75%-ni tapaq. 75%. Ədədin faizinin tapılması. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Burada 75 ilə 100 ixtisar gedir. 75 25-ə 3 dəfə, 100 25-ə 4 dəfə bölünür. 4 4-ə 1 dəfə, 36 4-ə 9 dəfə. Sürətdə qalır 9 pi vur 3, yəni 27 pi bölünsün 1, bu da eləyir 27 pi. Yəni dairənin sahəsinin 75% 27 pi-yə bərabərdir. Belə variantda yoxdur. Bir üçün E variantında yoxlayaq. Deyir ki, dairənin sahəsinin 25% 9 pi-dir. Radiusu 6 olan dairənin sahəsi
Dedik ki neçə olur? 36 pi. 36 pinin 25%'ni tapaq. 36 pini vururuq 25%'e bölürük 100'e. 25, 25'e bir dəfə, 125'e 4 dəfə əksər gedir. 4 4'e bir dəfə, 36 4'e 9 dəfə. Sürətdə qalır 9 pi, məxrəcdə də 1. 9 pi böl 1, yəni 9 pi. Deməli, 1'ə Y variantı uyğun gedir. Radiusu 4 olan dairənin sahəsini tapaq. S bərabərdir pi r kvadrat. Bu da bərabərdir pi vurulsun. R'in qiymətini yerinə qoyuruq. 4'ün kvadratı, yəni 16. Saha oldu 16 pi. D variantı. Daha sonra C variantında yoxlayaq. 16 pinin 75%'ni tapaq. 16 pini vururuq 75%'e bölürük 100'e. Ədədin faizinin tapılması. 75 25'e 3 dəfə bölünür. 125'e 4 dəfə. 4 4'e bir dəfə, 16 4'e 4 dəfə qalır. Sürətdə 4 pi vur 3, yəni 12 pi. Məxrəcdə də 1. 12 pi böl 1 elir 12 pi. Belə variantda yoxdur. Belə variant olmadığı üçün burada Y variantını yoxlayaq. Y variantında deyir ki, dairənin sahəsinin 25%-i 9 pidir. Yəni 16 pinin 25%'ni tapaq. 16 pini vururuq 25'e bölürük 100'e. 25 25'e bir dəfə, 125'e 4 dəfə bölünür. 4 4'e bir dəfə, 16 4'e 4 dəfə. Sürətdə qalır 4 pi. Məxrəcdə də 1. Bu uyğun getmir. Çünki 25%-i 9 pi olmalıdır. Dairənin sahəsi. Radius 8-dirsə, S bərabərdir pi r kvadrat. Yəni, pi vurulsun 8'in kvadratı 64. Bu da bərabərdir 64 pi'ye. Cavab A variantı, 3 A variantı uyğun gedir. Daha sonra C variantını 3'sündə yoxlayaq. Çünki C variantı qalıb. 64 pinin 75%'ni tapaq. 64 pini vururuq 75'e bölürük 100'e. İxtisar gedir 25'e 3 dəfə, 25'e 4 dəfə. 4 4'e bir dəfə, 64 4'e 16 dəfə. Sürətdə qalır 16 pi vur 3, yəni 48 pi. Məxrəcdə də 1. Cavab 48 pi. Belə variant da yoxdur. Deməli 1'ə B-yi, 2'yə D, 3'ə də A variantı uyğun gedir. Sonuncu 15 nömrəli tapşırığa baxaq. Oturacaqların radiusu R, hündürlüyü H, həcmi də V olan silindr üçün uyğunluğu müəyyən edin. Deməli, bizə oturacaqların radiusları və silindrin hündürlüyü verib. Biz bunlara uyğun həcmləri tapmalıyıq. Birdən başlayaq. Birdə deməli, oturacağın radiusunu 7, hündürlüyü də 5 verib. Biz həcmi tapmalıyıq. Həcm düsturu, silindrin həcmi düsturu bərabərdir və bərabərdir S oturacaq vurulsun H olur. Yəni biz silindrin oturacağın sahəsini tapmalıyıq. Radiusu 7 olan deməli silindrin oturacağına baxaq ilk öncə. Silindrin oturacağı hansı fiqurdur? Dairədir. Biz S oturacağı tapmaq üçün dairənin sahəsini tapmalıyıq. Dairənin sahəsi də pi r kvadrat düsturu ilə hesablanır. Radiusu əgər 7-dirsə, deməli bu dairənin sahəsi 7'nin kvadratı vur pi düsturu ilə hesablanır. Bu deyilir 49 pi. 49 pi. Deməli S oturacaq 49 pi'dir. Hündürlük də 5'dir. Həcmi tapaq. V bərabərdir 49 pi vurulsun 5. Alınır 245 pi. 245 pi. 1'ə uyğun gedir D variantı. 245 pi kub santimetr. Keçək 2'yə. 2'də isə nə verib?
Radiusu 9 verib, hündürlüyü 6 verib. Biz yenidən həcmi tapmalıyıq. Həcm düsturu oturacağın sahəsi vurulsun hündürlük. Oturacaq da dairədir. Dairənin sahəsini tapmalıyıq. Radiusu 9 olan dairənin sahəsi tapaq S bərabərdir pi r kvadrat düsturu ilə hesablanır. Bu da bərabərdir pi vurulsun 9'un kvadratı, yəni 81. Oturacağın sahəsi oldu 81 pi. Hündürlük də 6'dır. Biz həcmi tapmalıyıq. Həcmi tapmaq üçün də dediyim kimi 81 pini vururuq 6'ya. Alınır neçə? 486 pi. Alınır neçə? 486 pi. Yəni 486 pi kub santimetr B variantı. 3'e baxaq. 3'te nə deyir? Radiusu 8. Həcmin düsturunu yazırıq və bərabərdir S vur H. S oturacaq vur H. Oturacaq dairədir. Dairənin sahəsini tapaq. S bərabərdir pi r kvadrat düsturu ilə hesablanır. Radius 8'dir. Olur. Pi vurulsun 8'in kvadratı, yəni 64 pi. Oturacağın sahəsi 64 pidir. Hündürlük də 9'dur. V bərabərdir 64 pi vurulsun 9. Buradan da alınır 576 pi kub santimetr. Hansı variant gedir? A variantı.